İslam əsas 3 elm üzərində qurulub da, əqidədir, şəriətdir, bir də əxlaq. Əxlaq. Əxlaqa birinci önəm verilir. Özünü tanıma və özünü tərbiyə etmə ilk növbədədir. Əgər insan bu mərhələni keçməsə, növbəti mərhələlərə bir növ keçid icazəsi yoxdur. Və ona görə İslam ilk bu dəyərlər üzərində bizə öyrədir, tərbiyə verir. Məsələn, bizim İslam peyğəmbərinin üzərinə Yahudi bir qadın həmişə zibil atardı, inancı fərqli idi deyə tənə eləmək üçün peyğəmbərimizə. Deyir, bir gün Həzrət həmin məntəqədən keçəndə yenə görür ki, o zibil atılmır daha. Narahat olur. Ünvanı soruşur, qalxır xanımı. Qadın onu görəndə qorxur. Elə bilir gəlib ondan acıq çıxmağa ki, çünki axı indi çarəsizdir, xəstədir, yataqdadır. Görür ki, Həzrət o ilə maraqlanır, ehtiyaclarını soruşur və bunu gördükdə ağlayır. Deyir ki, mən qorxdum ki, buna görə gəlmişəm. Amma görsən nə üçün gəl? Sənin dinin budursa, mən o dini qəbul edirəm. Mövzunun davamını izləmək istəyirsənsə YouTube kanalıma daxil ol və tam versiyanı oradan izlə.